Bu videonu hazırlamağa həqiqətən uzun müddətli planlaşdırırdım. Çünki indi sizə indiyənə kimi istər yerli, istər xarici şirkətlərdə bir yerdə işlədiyim proqramçıların ən çox rastlaşdığı nömrə 1 problem haqqında danışacağım və bu problem proqramın daxili dizaynında, yəni internal design dediyimiz bir şeydə dizaynın meyarını müəyyənləşdirmək haqqındadır. Bunu belə təsəvvür edin, siz bir yemək hazırlayırsınız, yəni bir proqram hazırlayırsınız və bu yeməyə nə qədər duz tökmək lazımdır, yəni nə qədər dizayn eləmək lazımdır. Az duz töksəz, yemək duzsuz olacaq, onu yemək mümkün olmayacaq. Çox duz töksəz, bu dəfə çox duzlu olacaq, yenə yemək mümkün olmayacaq. Proqram təminatı hazırlayan zaman dizayn prinsipləri, dizayn patternları, arxitektur yanaşmalar, arxitektur prinsipləri də biz bu meyarla tətbiq eləməliyik. Amma yeni bu şeylərlə tanış olan proqramçılar bildiklərimi istifadə edeyim xətrinə proqramda hər şeyi tətbiq eləməyə çalışırlar. Bütün dizayn prinsipləri, patternlar, solid prinsiplər, fabrikalar, strategiyalar, nə bilirlərsə hamısını işlətməyə çalışırlar və axırda proqram təminatı bir növ marmalada dönür. Yəni hər tərəfi bir növ dinamik şəkildə genişlənə bilən, hansı ki yerli yersiz genişlənə bilən proqrama çevrilir və buna biz additional complexity deyirik, yəni accidental complexity. Yalandan yerli yersiz domen kompleksitisi olmayan yerdə technical complexity əlavə olunmuş, texniki çətinlik əlavə olunmuş bir proqram təminatı ortaya çıxır və bu proqram təminatının da gələcəkdə çətin şəkildə anlaşılmasına gətirib çıxardır. Ona görə proqram təminatı hazırlayan zaman birinci növbədə bilmək lazımdır ki, proqram heç vaxt %100 dinamik hissələrdən ibarət ola bilməz. Proqram təminatında statiklik və dinamiklik bir-birini inyan işarəsi kimi əvəzləməlidir. Yəni proqram təminatının müəyyən bir hissəsi statik olmalıdır, müəyyən bir hissəsi dinamik olmalıdır. Nə %100 statik proqram təminatı hazırlanmalıdır, nə də %100 dinamik olan proqram təminatı hazırlanmalıdır. Bunu belə təsəvvür edin də, bir ev almısınız və bu evin bütün hər yeri beton konstruksiya olsaydı, siz otaqları birləşdirə bilməzdiniz. 2 otağı bir otaq eləmək, yaxud bir otağı 2 otağa bölmək çox çətinlik çəkərdiniz bu məqamda, düzdürmü? Amma aldığınız evin müəyyən bir hissəsi betondandır binanın ümumi quruluşuna görə və bu da imkan yaradır ki, siz ora dəyməyəsiniz. Dəyməyin də, yəni o binanın ümumi quruluşuna ziyandır. Amma geriyə qalan hissələri kərpicdən hazırlayıblar ki, siz sabahları oranı söküb otaqları bir-birinə birləşdirə biləsiniz, yaxud da ki, əlavə nəsə işlər görə biləsiniz. Baxın, proqram təminatı da həmin ev kimi bir şeydir. Heç vaxt proqram təminatının 4 bir tərəfini betondan hazırlamaq olmaz. Yaxud da ki, 4 bir tərəfi ancaq kərpicdən olsun, sabahları 3 otağı 5-ə çevirə bilim, 5-i 1-ə çevirə bilim, 2-yə çevirə bilim. Bu formada proqram təminatı hazırlanmır. Proqram təminatında mütləq statiklik və dinamiklik bir-birini əvəzləməlidir və proqram təminatında yalnız istifadəçinin tələbinə, customer'ın tələbinə uyğun olaraq extensibility pointlər yaradılmalıdır. Və sizin işlətdiyiniz dizayn prinsipləri və dizayn patternları yalnız müəyyən bir xətt üzrə genişlənmə tətbiq eləyir. Bunları başa düşmək lazımdır. Sizdə misal üçün 5 dənə creational patternlar varsa, bu creational patternlar bir xətt üzrə inkişafı təmin eləyir. Misal üçün, əgər onlar şaquli xətt üzrə inkişafı təmin eləyirlərsə, deməli, siz üfüqi xətt üzrə genişlənmə verməməlisiniz. Və dizayn prinsiplərində də əgər bu xətt üzrə genişlənmə lazımdırsa, digər dizayn patternlarını tətbiq edib yalandan bu xətt üzrə genişlənmə yaratmaq lazım deyil. Bizim 24 may 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində keçirəcəyimiz seminarımız, hansı ki 3 saat təxminən davam edəcək və biz bu seminarda dizayn prinsipləri və dizayn patternlarını ümumi proqram arxitekturasında hansı dərəcədə meyarını tutturmaqla necə istifadə etmək lazımdır, onun haqqında danışacaq. Yəni, məsələyə bir arxitektor gözündən baxacaq və anlamağa çalışacaq ki, görək bu proqram təminatında hansı yerdən başlayaraq dizayn prinsipləri, dizayn patternları, arxitektur prinsipləri, arxitektur yanaşmalar tətbiq olunmalıdır. Yəni, yerli yersiz extensibility pointlərin qabağı nə cür qaydada almalıdır və hansı yerdən başlayaraq bu prinsiplər tətbiq olunmalıdır. Bunların hamısını real praktikada indiyə kimi işlədiyim xarici proyektlərdən nümunələrlə bir yerdə sizə göstərəcəm.